Bir neçə ay bundan öncə İçərişəhər qoruğunda Əzim Əzimzadə adına olan bu kiçik parkda, yaradılmış parkda daha doğrusu, burada tarixi abidələrimiz var, bildiyiniz kimi. Bir neçə ay bundan qabaq bu tarixi abidənin haqqında məlumat lövhəsində məlumatsızlıq var idi. Daha doğrusu məlumat qoyulmamışdı. Lövhə var idi, amma qoyulmamışdı. İndi amma təsadüfən buradan keçəndə mənə daha maraqlı gəldi, daha belə çox düşündürdü. İndi hal-hazırda isə həmən o siqnal olaraq verdiyim məlumatda ki, məlumat lövhəsində istər Azərbaycan dilində, rus dilində və yaxud ingilis dilində gələn turistlər üçün maraqlı olsun deyən abdə haqqında bir məlumat lövhəsində yazı olsun, onda da yox idi. Amma indi lövhə ümumiyyətlə yoxdur. Qarşıdan da yay fəsli gəlir, hal-hazırda yaz fəslində ölkəmizə gələn turistlərin və yaxud da ki, daxili turistlərin artımı ilə əlaqədar. Buradakı adını çəkmək istəmirəm, restorana verilmiş və ərazidə genişləndirilmişdir, gördüyünüz kimi. Bir zamanlar burada lövhə var idi, məlumat lövhəsi, amma məlumatsız idi. İndi onu da götürürlər. Yəqin ki, mənim etirazlı olaraq verdiyim çıxışın nəticəsini görüblər ki, bura hansı bir məkan adı versinlər, tapa bilməyiblər. Dedilər, ən yaxşısı yəqin ki, götürməkdir, onu da götürüblər. Yerdə sağ olursunuz ki, baxmışsınız qoruğun əməkdaşları, bir çarə tapmışsınız. Yəni, daha da dərindən yoxa çıxartmışsınız bu lövhəni. Halaldır, valla. Sizə işinizdə, nə bilim, qiyməti yəqin xalq verəcəkdir.